Hər birinizə salam uşaqlar. Tanımayanlarınız üçün mən Səadət müəlliməm. Kanalımda sizin üçün kimya və biologiya fənnindən tapşırıq izahları yer almaqdadır. Bugün isə biologiya 7-ci sinif dərsliyinin 1-ci hissəsindən bölmə 2, mövzu 4 olan çiçəkli bitkilərin orqanları, yarpaq mövzusunun maraqlı nümunələrlə tapşırıq izahına baxacağıq. Elə isə keçək edək dərsimizə. Suallara baxırıq. Bitkilərin yarpaqları ölçüsündən başqa hansı xarici quruluş xüsusiyyətinə görə fərqlənə bilər? Bitki yarpaqları ölçülərindən başqa əsasən formasına görə, damarlanma tipinə görə. Mən burada müdaxilə edim. Deməli, yarpaqların damarlanması 3 cür olur. Paralel, qövsvari, torvari. Burada da şəkillər vasitəsilə göstərmişəm. Birincisi paraleldir, ikincisi qövsvaridir, zaten görünür. 3 və 4 isə torvaridir. Bu da göründüyü kimi şəkildə var. Sadə və ya mürəkkəb olmalarına görə. Demək dedik sadə və ya mürəkkəb yarpaqlar. Yəni daxil elədim sizə. Bu arada bunu izah edim. Sadə yarpaqlar, mürəkkəb yarpaqlar. Sadə yarpaq nədir? Bir saplaq üzərində bir yarpaq ayası olur. Misal göstərib toz ağacı, günə baxan palıd və s. kimi bitkilər aiddir. Mürəkkəb yarpaqlar isə 4 cür olur. Tək lələkvari, cüt lələkvari, barmaqvari, üçər. Deməli, tək lələkvarda ümumi yarpaq saplağı tək aya ilə qurtarır. Tək aya ilə qurtarır, görürsünüz sonda bir aya ilə qurtarıb. Bu da akasiya, qoz, itburuna aiddir. Cüt lələkvarda da yəqin ki, ümumi yarpaq cüt aya ilə qurtaracaq. Bəli, cüt aya ilə qurtarıb. Barmaqvari ayalar saplaqları ilə barmaq şəklində bir yerə birləşir. Buna at şabalıdır və acı paxla aiddir. Sonra üçər gəlir. Ümumi saplaq üzərində 3 aya olursa, bu üçər mürəkkəb yarpaqlar qrupuna aiddir. Buna da çiyələk, lobya, moruq daxildir. Olmalarına görə fərqlənə bilərlər. Bunların hamısını şəkillər əsasında yerləşdirəcəm. Ola bilər ki, səs əlavə edim, onu izah da edim. Demək, ikinci sual. Bitki yarpaqları hansı funksiyaları yerinə yetirir? Yarpağın əsas funksiyaları nələrdir? Yarpağın əsas funksiyaları fotosintez ola bilər, daha sonra tənəffüs ola bilər və buxarlanma ola bilər. Fotosintez nədir? Bitki yarpağının yerinə yetirdiyi fotosintez nədən ibarətdir desək, fotosintez zamanı bitki günəş enerjisindən istifadə edərək özünə qida, bitki üçün lazım olan üzvü maddələr yaradır, tənəffüs prosesində oksigen udur, karbon qazı buraxır, buxarlanmada da artıq suyu xaric edərək bitkini, belə deyək, sərinlədir. Sonra keçək digər sual olan hissəyə. Düşün, müzakirə et, paylaş. Bitkilərdə müxtəlif növ yarpaq düzülüşünün əhəmiyyəti nədir? Sualımız, bitkilərdə müxtəlif növ yarpaq düzülüşünün əhəmiyyəti nədir? Müxtəlif yarpaq düzülüşləri nəyə görə ola bilər uşaqlar? Bitkinin günəş işığını ən səmərəli şəkildə tutmasına imkan verir. Belə deyək də, bu yarpaqlar bir-birini kölgələməməsi üçündür də. Yəni, biri digərsinin üstünə düşsə, günəş işığı üstünə düşənə çatmaz və o işıq ala bilməz. Ona görə də bu işığın maksimum səthə düşməsi üçün çox vacibdir. İkinci sualımız. Sizcə bu hansı yoğunlaşmanın nəticəsidir? Bu düzülüş bitkilərin yaşadıkları mühitdə, xüsusilə də işıq və məkan uğrunda mübarizədə daha yaxşı yaşamasına çalışmaq üçün təkamül prosesində qazandığı bir uyğunlaşmadır. Belə də yazarsınız cavabı. Sonra gəlir, öyrəndiklərinizi tətbiq edin. Bəzi bitkilərin yarpaqları xarici quruluşunu dəyişir, fərqli funksiyaları yerinə yetirir. Şəkildə verilmiş müxtəlif bitkilərin yarpaq şəkil dəyişmələrini, bitkilərin zoğlarını nəzərdən keçirin. Süd ləyən verib, lərgə verib, kaktus verib, zirinç verib, agava verib, noxud verib. Bunlar da yəni rəsmləridir. Deməli, müzakirə edindəki suallara baxırıq. Onları hansı xüsusiyyətlərinə görə qruplaşdırmaq olar? Deməli, deyə bilərik ki, tikanlar olduğuna görə. Baxıram şəkillərə yenə. Deyə bilərik buğcıqlar bunun olmasına görə. Deyə bilərik ehtiyat su toplayan yarpaqlarının olmasına görə. Gəlin mən bunu sizə yazım və qruplaşmanı yerinə yetirək. Aha, mən yazdım. Onları hansı xüsusiyyətə görə qruplaşdırmaq olar? Tikanlar, buğcıqlar, ehtiyat su toplayan yarpaqlar olaraq 3 qrupa ayırırıq. Mən buraya yazmışam tikanlara kaktus və zirinç. Niyə görə? Çünki kaktusda da, zirincdə də yarpaqlar
şəkil dəyişmə edərək tikana çeviriblər. Tikan da nə üçün olub? Mühafizə xarakteri daşıyır. Bığcıqlar qrupu yaratmışam, digər bir qrup olaraq. Bura noxud və lərgəni aid etmişəm. Noxud və lərgədə yarpaq şəklini dəyişib bığcıqlara çevrilib. Baxın, bığcıqlar bunlardır, bığcıqlar. Sonra bığcıq burada da var, baxın, lərgədə. Sonra ehtiyac su toplayan yarpaqlar qrupu yaratmışam. Bura isə südləyən və aqavana aid etmişəm. Südləyən və aqavada həmçinin suyu özündə saxlamaq üçün ətli yarpaqlara malikdir, yəni ehtiyac su toplayan yarpaqlara malikdir. Keçək ikinci suala. Bu dəyişikliklər hansı mühit amillərinin təsiri altında meydana çıxıb? Quraqlıq və istilik birinci. İkinci, işıq çatışmazlığı. Üçüncü, heyvanlardan qorunma. Dedik, quraqlıq və istilik. Kaktus, aqava və südləyəndə suyu qorumaq və buxarlanmanı azaltmaq üçün biz quraqlıq və istilik, yəni bu səbəbdən yaranıb da. Buxarlanmanı azaltmaq üçün bunun təsiri altında meydana çıxıb. İşıq çatışmazlığı dedik. Noxud və lərgədə digər bitkilərə sarılaraq işığa doğru ucalmaq üçün şəkil dəyişmə meydana gəlib. Heyvanlardan qorunmaq üçün zirinc və kaktusda tikanlar onları heyvanların yeməsindən qoruyur. Sonra üçüncü sualımız. Bu dəyişikliklərin bitkilərə nə kimi faydaları var? Bitkilərin çətin mühit şəraitində, quraqlıqda, işıq azlığında düşmənlərdən qorunmasına, yəni mühafizəsinə, su itirməməsinə və daha rahat böyüməsinə kömək edir. Necə demişəm, elə də yaza bilərsiniz. Əlbəttə, öz başa düşdüyünüz şəkildə yazmağınız da daha məqsədə uyğundur. Amma özünüz bilməsəniz, mənim fikrimdən yararlanmanız da sizin bilmədiyiniz mənasına gəlmir. Daha da biliyinizi zənginləşdirməniz mənasına gəlir. Keçək öyrəndiklərinizi yoxlayın. Deyir ki, şəkildə verilən yarpaq nümunələrini sadə və mürəkkəb yarpaqlar olaraq qruplaşdırın. 9 dənə şəkil verilib bizə. Sadə və mürəkkəb yarpaqları seçin deyir. Deməli, başlayaq. Birincisi, sadə yarpaqdır. Çünki bir dənə ayası var. Bir saplaq üzərində cəmi bir aya varsa, sadə yarpaqdır. Bir saplaq üzərində bir aya var. Bütöv aya var. Sonra 2'ye baxaq. 2-də mən nə dedim? Bir saplaq üzərində bir aya. Bütöv var. Deməli, bu nədir? Bu da sadədir. Üstünə yazıram. Sadələrə s. S. Sonra 3-cüyə baxaq. 3-cü də sadə yarpaqdır. Çünki yəni özündən əlavə bir saplaq üzərində yəni bir yarpaq ayası var. Müstəqil şəkildə yarpaqlar yoxdur. Bunlar görürsünüz müstəqil deyil, ayrılmayıb ki. Ayaya bitişikdir də. Ona görə bu da sadədir. 4-cüsü əlbəttə mürəkkəb yarpaqdır. Tək lələk var idi. Bir əsas saplaq üzərində bir neçə kiçik yarpaqcıq yerləşir. Burada da həmçinin elə. Daha sonra 5-ci şəklə gəldikdə 5-ci şəkildə həmçinin sadə yarpaqlar qrupuna aiddir. Çünki bir saplaq üzərində bütöv, yəni bunlar müstəqil deyirlər də, hamısı bitişikdir. Yəni bunu sizi çaşdırmasın. Ona görə buna da yazacağıq sadə. Sonra 6-cı, yenə bu mürəkkəbdir. Mürəkkəb bir əsas saplaq üzərində bir neçə kiçik yarpaqcıq yerləşirsə, müstəqil şəkildə yerləşirsə ki, bir neçə yox, hətta çoxdur. Yerləşirsə bu mürəkkəbdir. Sonra 7-ci şəkil mürəkkəb yarpaqdır. Barmaq varidir. Demək, bu yenə nə dedik? Yenə deyirəm ki, yadınızda qalsın. Təkrara yol vermək üçün demirəm. Yadınızda möhkəmlənsin deyə deyirəm. Bir əsas saplaq üzərində bir neçə kiçik müstəqil şəkildə yarpaqcıq yerləşirsə, o zaman bu mürəkkəb yarpaqlar qrupuna aid edilir. Daha sonra 8-ci. Bu da mürəkkəb yarpaqlar qrupuna aiddir. Üçərdir. 9-cu. Bu da mürəkkəb yarpaq qrupuna aiddir. Bu da üçərdir. Üçər. Bu da üçər. Bu barmaq var idi. Yazırıq mürəkkəb. Bu bitdi. İkinci sualımıza baxırıq. Demək, ikinci sualda deyir ki, zoğun 4 buğumunda 20 yarpaq var. Bu bitkidə hansı yarpaq düzülüşü müşahidə olunur? Fikrinizi əsaslandırın. Cavab verəcəyik toplu düzülüş. Toplu düzülüş. Səbəbi izahı belə deyək, hər buğuma neçə yarpaq düşdüyünü tapmaq üçün ümumi yarpaq sayını bölürük, əlbəttə ki, buğum sayına. 4 dənə buğum var, 20'ni də böləcəm 4'ə. Edəcək 5. Yəni 5 dənə yarpaq var imiş.
Əsaslandırması da belə ola bilər ki, bir buğumda bir yarpaq olanda növbəli, iki yarpaq olanda qarşı-qarşıya, üç və ya daha çox olanda, yəni bizim misalımızdakı kimi 5 dənə olduqda isə toplu düzülüş adlanır. Bir buğumda 5 yarpaq yerləşdiyi üçün bu toplu düzülüşdür. Sonra üçüncü sualımız. Sizcə niyə səhər, günorta və axşam zoğ üzərində yarpaqların vəziyyətində dəyişiklik olur? Cavab çox asandır, məlumdur bizə. İşığa tərəf yönəlməsi olduğuna görə suyu qorumaq üçün. İzah da belə verərəm ki, işığa yönəlmə nə üçün? Yarpaqlar günəş şüalarını daha yaxşı tutmaq üçün, fotosintez etmək üçün günün müxtəlif vaxtlarında işığın gəldiyi tərəfə doğru dönürlər. Daha sonra mühafizə də belə deyərəm, yəni buxarlanmanı azaltmaqda. Belə deyərəm ki, günorta vaxtı günəş şüaları çox yandırıcı olduqda yarpaqlar özlərini bükür və bucağını dəyişirlər. Həddindən artıq su itkisi olmasın deyədir. Bu onun qarşısını alır. Axşam isə işıq azaldığı üçün yarpaqlar istirahət vəziyyətinə keçir, belə deyək, qapanır. Bugünkü tapşırığımızın izahı bura qədər idi. Dərs izahı istəyənlər olsa, təbii, məmnuniyyətlə onu izah edərəm. İndi niyə izah eləmədim? Çünki oxuyub da başa düşənlər olur, amma tapşırıqlarda anlamadıqları olduğu üçün mən məhz bunu izah edib yerləşdirdim kanalda. Digər hansı dərs izahlarının olmasını və yaxud tapşırıq izahlarının, test izahlarının olmasını istəyirsinizsə, abunə olmağı unutmayın. Gələn dərslərdə görüşənədək.